Estetik prosedurlara hər yerdə olduğu kimi ölkəmizdə də maraq var. Ancaq zahiri görkəmindən narazı qalanlar bəzən daha pis nəticə ilə üzləşir. Zarina Minaskovskaya belə halla üzləşən xanımlardan biridir. O deyir ki, ayağına dolğu etdirdikdən bir neçə il sonra eyni nahiyəyə təkrar liposuksiya etdirib. Birinci dəfə 5-6 il qabaq olmuşdu. Sonra 5-6 il keçəndə öz qarından piyi ayaqlarına doldurublar. Yara açıqdır, hərdən birdən bağlanır, amma orada içəridə çirk yığılır, yenə də yara açılır, çıxır çirk. 10 ay bu yara açıqdır, çirk də oradan çıxır. Tibb elmləri namizədi fizioloq Rəşid Mahmudov deyir ki, dolğular və digər yad cisimlər orqanizmə daxil olduqda sağlamlıq üçün ciddi təhlükələr yaradır. Bu zaman bədəndə davam edən uzun müddətli iltihablar ölümcül xəstəliklərə də səbəb ola bilər. Hələ 1900-cü ildə Landsteiner sübut edib ki, bədənə yad cisim düşməməlidir. Yad şey, bədənə yad olan şeylər düşdükdə ona qarşı antitel, antigen, antitel əmələ gələcək, onu məhv edən bir sistem əmələ gələcək. Bədənə düşən yad şeylər hamısı mütləq o bədəni zədələyir, mütləq o bədəndə diskomfort yaradır. Bunların hamısı iltihabı proseslərə səbəb olacaq. Uzun müddətli bunlar sağalmayacaq. O vurduğu şeyin tərkibinə uyğun yeni antitellər yaranacaq bədəndə. O çox qorxulu vəziyyətlər yarana bilər. Əvvəlcə ona yaxşı görünəcək, amma uzaq müddətinə baxsaq onun hamısı o bədən üçün çox ziyanlı bir şeydir. Haraya vurulubsa o dolğu kimi vurulan şey, onun ətrafı bütün iltihablaşacaq, irinləşəcək, hüceyrələr orada nekroza uğrayacaq, həməşəhərin axa duracaq. Vəkil Esmira Rızayevanın sözlərinə görə həkim səhlənkarlığı ucbatından əgər pasiyentə hansısa bir zərər dəyirsə, bu məsuliyyət yaradır. Həkimlər tərəfindən, vəzifəli şəxslər tərəfindən əgər səhlənkarlıq və vicdansız yanaşma nəticəsində şəxsə zərər dəymişdirsə, sağlamlığına və həyatına, o zaman bu artıq Cinayət Məcəlləsinin 314-cü maddəsində göstərilmiş səhlənkarlıq maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur və burada da məsuliyyətə səbəb olacaq amillər nəzərə alınsa, 1500 manatdan 3000 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 2 ilə qədər azadlığın məhdudlaşdırılması, 2 ilə qədər islah işləri və 6 aya qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Əgər həkimin ehtiyatsızlığı nəticəsində şəxs ölmüşdürsə, vəfat etmişdirsə, bu zaman artıq 2 ildən 5 ilə qədər azadlıqdan məhdudlaşdırma və 5 ilə qədər azadlığının məhrum edilməsi cəzası ilə məsuliyyətə cəlb edilə bilər. Estetik əməliyyatlar gözəllik axtarışında olanlar üçün cəsarətli addım olsa da, yanlış həkim seçimi, qeyri-peşəkar yanaşma bəzən insan həyatını alt-üst edə bilər. Aytac Əsədova, Fərid Məmmədov, Nərmin Səfərli.